İlk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və bugünkü xütbədə Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinə söylədiyi bir xütbədən danışacaq. Hansı ki İmam Buxari öz səhihində rəvayət edir Ənəs ibn Məlikdən. Deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki "Ləv tə'ləmunə mə a'ləm lədahiktum qalilə və ləbəkəytum kəthira." Buyurur ki sallallahu aleyhi və səlləm, əgər mənim bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız. Və İmam Muslim də öz səhihində rəvayət etdiyi ləfsdə Ənəs ibn Məlik deyir ki "Bələğə Rasulullah sallallahu aleyhi və səlləm ən əshabihi şeyə." Peyğəmbər sallallahu aleyhi və səlləmə səhabələri haqda bir xəbər satdı. Fəxatab və xütbə verdi və dedi ki "Uridət aleyyəl cənnətu və nar." Cənnət və cəhənnəm mənə göstərildi, mənə ərz olundu. Fələm arakəl yevmi fil xeyri və şər. Və bugünkü kimi xeyir və şərdə, yəni xeyir və şəri gördüyüm kimi göstərilməmişdi belə bir şey. Yəni cənnəti xeyir kimi göstərmişdilər ona. O günə kimi elə bir xeyir görməmişdi. Və cəhənnəmi də şər kimi göstərmişdilər. Və o günə kimi elə bir şər göstərilməmişdi ona. Sonra dedi ki وَلَوْ تَعْلَمُونَ مَا عَلَمْ لَدَحِكْتُمْ قَلِيلًا وَلَبَكَيْتُمْ كَثِيرًا. Əgər mənim bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız. Deyir ki ravi Ənəs ibn Məlik فَمَا أَتَ عَلَى أَصْحَابِ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهِ عَلَيْهِ وَسَلَّمْ يَوْمًا أَشَدَّ مِنْهُ. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinə o gün kimi ağır bir gün gəlməmişdi. Yəni o gün eşitdikləri kimi ağır bir gün başlarına gəlməmişdi. غَطُّ رُؤُسَهُمْ وَلَهُمْ هَنِينَ. Başlarını örtdülər, yəni əlləri ilə başlarını örtdülər və onların iniltisi eşidildi, yəni ağlamaqları. Fəqamə Ömər fəqalə, Ömər radiyallahu anhu qalxdı, dedi ki radeytu billahi rabbə, Allahdan Rəbb olaraq, və bil İslami dinə, İslamdan din olaraq, və bi Muhammedin nəbiyyə, Muhammeddən Peyğəmbər olaraq razıyıq. Bu əzəmətli muizə, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm xatırlama edir əshabına. Bu əzəmətli üslub, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmin üslubudur. Deməsi ki mənim bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız. Bu əzəmətli hədis, hansı ki qəlbləri geyindirir, bəli qəlbləri geyindirir. Nə ilə? Sınmaqla. Qəlbləri sındırır Rəbbin önündə, aləmlərin Rəbbinin, qeybin açarları əlində olanın önündə. Bu əzəmətli hədis, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm xitab edir əshabına və xitabı da ümmətinə də əslində. Bizə öyrədir ki, mümin etiraf etməlidir Allah qarşısında fəqirliyini. Etiraf etməlidir Allaha möhtac olmağını, Allahın rəhmətinə ümid bəsləməlidir. Allahın bağışlanmasına ümid bəsləməlidir. Çünki iş, məsələ təhlükəlidir. Ehtiyac duyur mümin, dayansın bu hədisdə. Dayansın nəfsi ilə, hesaba çəksin nəfsini, tədbir görsün o gün üçün. Ona görə fikir versək Allahın kəlamına, Peyğəmbərinin sünnəsinə görsən ki, hamısı mümini ya rəğbətləndirir əmələ, rəğbətləndirir axirət üçün yaşamağa, ya da çəkindirir axirətdə başına gələ biləcək cəzadan, qorxudan, əzabdan. Buyurur ki Rəbbimiz "Yə eyyuhən-nəs, ittəqu rabbakum." Ey insanlar, qorxun Rəbbinizdən. Sonra səbəbini zikr edir. Niyə? Deyir ki "İnnə zəlzələtis-səəti şeyun azim." Həqiqətən o günün, o saatın titrəyişi əzəmətli bir şeydir. "Yevmə təravnəhə təzhəlu kullu murdi'atin amma arda'at." O gün görəcəksən ki, hər südəmər ana uşağını ayıracaq sinəsindən. وَتَدَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا. Hər bir hamilə qadın uşağını salacaq. وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنْ عَذَابَ اللّٰهِ شَدِيدٌ. İnsanları sərxoş görərsən, lakin onlar sərxoş deyil, lakin Allahın əzabı çox şiddətlidir. Ona görə deyir sallallahu aleyhi və səlləm لَوْ تَعْلَمُونَ مَا عَلَمْ. Mənim bildiyimi bilsəz, az gülüb çox ağlarsın. Ona görə İmam Nəvavi rahiməhullah deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki لَوْ تَعْلَمُونَ مَا عَلَمْ. Mənim bildiyimi bilsəz. Və ya başqa bir rəvayətdə "Ləv rəaytum mə rəayt." Mənim gördüyümü görsəz. Öyrədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin gördüyü və Peyğəmbər sallallahu aleyhi və səlləmin bildiyi o bilgi sizdə olsaydı, narahat olardınız həqiqətən. Nigaran olardınız, dəhşətə gələrdiniz. Və xatırladır ki, gülməyiniz azalardı, əksinə ağlamağınız çoxalardı. Ona görə Hafız İbn Həcər rahimehullah hədisi şərh edəndə deyir ki, burada, yəni bu hədisdə qəsd edilən elm Allah Taala'nın əzəmətliyi ilə bağlı elmdir. Allah Taala'nın asilərdən intiqam alması ilə bağlı elmdir. Necə intiqam alacaq onlardan? Və saatın əhvalı, qorxusu haqda elmdir.
ölümdən qabaqçı o saniyələr, ölümün ağrıları haqda elmdir, o qorxu haqda elmdir, ölüm haqda elmdir, qəbr haqda, qiyamət haqda elmdir. Ona görə də, deyir ki, İbn Həcər, rahiməhullah, ona görə də çox ağlamağın, az gülməyin səbəbi budur. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın işarə edir o məqama və məqsəd də burada qorxutmaqdır. Möminləri qorxutmaqdır ki, hazır olsunlar. Ona görə İmam Qurtubi deyir ki, mənası odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin axirət və onun şiddətli qorxusu haqda, onun əhvalı haqda, cəhənnəm və onun əzabı, orada veriləcək cəza, ibrət üçün veriləcək cəza haqda, cənnət və orada hazırlanan, orada olan neymət və savab haqda olan elmdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bunların hamısına şahid olub, müşahidə edib, yəqin olub, dəqiqləşdirib. Ona görə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kədəri davamiyyətli idi. Kədəri azalmırdı. Əksinə gülməyi az idi və təbəssümü də nadirən görünürdü. Və İmam Mənəvi deyir ki, "Ləv tə'ləmunə mə'ləm." Mənim bildiyimi bilsəydiniz, Allahın cinayətkarlardan, yəni asilərdən, günahkarlardan necə intiqam alacaq və intiqamı necə əzəmətli olacaq, qiyamətin qorxusu və əhvalı necə əzəmətli olacaq? Deyir ki, Peyğəmbər s.ə.v az gülərdiniz. Deyir ki, İmam Mənəvi az gülərdiniz, yəni əslən gülməzdiniz. Əslən gülmə, çünki az yox deməkdir. Ona görə ərəb dilində "ləv", əgər kəlməsi imtina üçün işlədilir. Yəni, heç gülməzdiniz. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmi Allah Taala göndərəndə təkdə qorxutmaq üçün göndərməyib, bildiyimiz kimi. Həm qorxutmaq üçün göndərib, xatırladan göndərib, həm də müjdələyən göndərib, rəğbətləndirən göndərib və qorxudan göndərib. Və dedi ki, Allahın kəlamı, Peyğəmbərin sünnəsi cəm edib bunların hamısını. Ona görə İbn Kəsir rahiməhullah deyir ki, bəzən Allah Taala bəndələrini rəğbətlə səsləyir. Vəsf edir onlar üçün cənnəti, ona rəğbətləndirir, onun əlində olana rəğbətləndirir. Bəzən qorxu ilə səslənir onlara. Bəzən cəhənnəmi xatırladır onlara, cəzanı xatırladır, əzabı xatırladır, qiyaməti əhvalını xatırladır. Bəzən hər ikisini cəm edir. Bəzən hər ikisini cəm edir ki, hər kəs onun üçün nə dərmandırsa, nə faydadırsa onu götürsün. Və sonra dua edir ki, Allah Taala bizi ona itaət edib, əmrlərini yerinə yetirib, qadağan edənlərin etdiklərindən çəkindirəndən etsin. Onun xəbərlərini təsdiqləyənlərdən etsin. Çünki o cavab verəndir, duaları eşidəndir, səxavətli, dəvətsiz verəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də təkcə qorxutmayıb ümməti. Əksinə rəğbətləndirib də onları. Rəğbətləndirib. Və hədislər çoxdur o haqda, necə ki gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləmlə qorxutmağı haqda bu hədis. Və rəğbətləndirməyi haqda başqa hədislər gəlib ki, mömin qəflətdə olmasın. Və ya daima qorxu içində olmasın. Əksinə, qorxu da olsun onda, ümid də olsun. Və bu hədislər, qorxudan hədislər insanı qəflətdən oyadır, ayıldır və ona işarə edir ki, dünyanın dalınca sürünməsin, onun fitnəsinə uymasın və ahirəti unutmasın, ahirətə hazırlaşmağı unutmasın. Ona görə səhabələr təsirlənirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara xitab edəndə gözləri yaşarır, qəlbləri sınır, qəlblərini qorxu bürüyür. Ona görə ravi deyir ki, necə ki, dedi ki, İmam Müslimin rəvayətində deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin elə bir səhabəsi olmadı ki, onlar üçün bu gün kimi şiddətli gün başına gəlməz. Ağır gəldi o gün onlara. Başlarını örtdülər və ya üzlərini örtdülər. Onların iniltisi eşidildi. Ona görə Ömər radiyallahu anh qalxdı, dedi ki, razıyıq Allahdan, Rəbb olaraq, İslamdan, din olaraq, Muhamməddən, elçi olaraq, Peyğəmbər olaraq. Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onları rəğbətləndirirdi də bəzən. Necə ki, Əbu Zər radiyallahu anh rəvayət edir, deyir ki, gəldim Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, üzərində ağ paltar var idi, yatmışdı. Sonra yenidən gəldim, yəni getdim, yenidən gəldim. Oyanmışdı. Dedi ki, mə min əbdin qalə la ilahə illallah thumma mətə alə zəlik illə dəxaləl cənnə. Elə bir qul yoxdur ki, la ilahə illallah, yəni Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur desin və onun üzərində ölsün, cənnətə girməsin, yəni cənnətə girər. Kim la ilahə illallah deyib ölərsə, onun üzərində ölərsə cənnətə girər. Əbu Zər deyir ki, qultu və inzənə və insəraq. Dedim ki, o zina etsə də, oğurluq etsə də, qalə və inzənə və insəraq. Dedi ki, o zina etsə də, oğurluq etsə də. Deyir ki, Əbu Zər, qultu və inzənə və insəraq. İkinci dəfə deyir ki, dedim ki, o zina etsə də, oğurluq etsə də, dedi ki, və inzənə və insəraq. Dedi ki, sallallahu aleyhi və səlləm, o zina etsə də, oğurluq etsə də. Və deyir ki, Əbu Zər, yenə dedim ki, və inzənə və insəraq. O zina etsə də, oğurluq etsə də, təkid edir, öyrənmək istəyir. Və Peyğəmbər s.ə.v dedi ki, üçüncü dəfə və inzənə və insaraq ələ rəğmi ənfi Əbu Zər. O uğurluq etsə də, zina etsə də, Əbu Zərin burnu yerə sürünsə də, Allah Taala onu cənnətə daxil edir. Ona görə də mömin yaşamalıdır qorxu ilə,
və ümidlə. Qorxmalıdır Allah Taala'nın qəzəbindən, qorxmalıdır əzabından və ümid etməlidir Allah Taala'nın rəhmətini, hansı ki, rəhməti genişdir. Rəhməti, elmi, hər şeyə əhatə edib. Və ibadət etməlidir Allah Taala'ya qorxu ilə, ümidlə. Ona görə baxsaq Allahın kəlamına, Allahın kəlamı rəğbətləndirir bizi hər bir yaxşı işə, hər bir xeyrə, qadağan edir, hər bir günahdan, hər bir ədavətdən. Qorxudur və rəğbətləndirir. Və mömin də yaşamalıdır bunun kölgəsində ta ki Rəbbi ilə qarşılaşana qədər. Ona görə İmam Tirmizi rəvayət edir Ənəs ibn Məlikdən. Deyir ki, Ənəs radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm ayağında olan bir cavanın yanına girir. Deyir ki, keyfə təciduk. Necəsən, yəni özünü necə hiss edirsən? Qalə vallahi ya Rasulallah, inni arcullah və inni əxafu zunubih. Dedi ki, Allaha and olsun, ey Allahın elçisi, mən Allaha ümid edirəm, lakin günahlarımdan qorxuram. Və dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, la yeştəmiyu fi qalbi abdin fi mitli hədəl mavtin. Qulun qəlbində, bu yerdə, yəni bu ölüm ayağında, bu hər ikisi cəm olarsa, yəni qorxu ilə ümid, illə atahullahu mə yarcu və əmənəhu mimmə yaxaf. Allah Taala ona ümid etdiyini verər və qorxduğundan da əmin edər. Ona görə Həsən el-Basriyə rahiməhullaha deyirlər ki, səndən tövsiyə istəyirik, vəsiyyət istəyirik. Deyir ki, dirhəmun min hələl və əxun filləh və cənnəbəkəllahu əmreyn əl-fəqrə vəl-həram və qaqə şərrələ cofeyn. Deyirlər ki, Həsən el-Basriyə bizə tövsiyə elə, deyir ki, halaldan olan bir dirhəm Allah üçün bir qardaş, yəni sənə bəs etsin. Və Allah Taala sənə qorusun iki şeydən uzaq etsin. Kasıblıqdan və əldən düşmüş qocalıqdan, hansı ki, möhtəcsən başqalarına. Və səni iki şərdən qorusun, iki boşluğun şərrindən, qarının, bir də övrətin şərrindən. Ona görə insan üçün ən xeyirlisi odur ki, insan halalla qani olsun bu dünyada. Və haramdan da uzaq olsun, aqibəti pis olduğu üçün haramın. Ona görə deyirlər ki, sələflər, fələ xeyra fi ləzzətin min bə'dihən nar. O ləzzət ki, ondan sonra o duvar, o ləzzətdə heç bir xeyr ola bilməz. Allah Taala bizə eşidib faydalardan etsin. Allah Taala ölkəmizi və digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Allah Taala ölkə başımızı qorusun. Onu xeyrə müvəffəq etsin. Ətrafında ona xeyrdə dəstək olan insanları cəm etsin. Şərli, məkirli, xain insanları ondan uzaq etsin.